Mən şəhid bacısı Qurbanova Ədibə Şahlar qızı. Şəhid Elman Qurbanovun bacısıyam. Elman dünyaya gələndə mənim 10 yaşım var idi və anam onu mənim kürəyimə çəliyib alağa pambığa gedirdi. Burada yatanların hamısı fəhlə balalarıdır. Burada bir dənə deputatın, bir dənə icra başçısının, icra nümayəndəsinin evladı yoxdur. Deputatların 120-125 deputatımız var. Birinin evladı belə olsa bura bugün də olmaz. Bir baxın bayrağa neçə ildir, bəlkə də o heç bir ildə bir, 2 ildə bir dəfə açılıb, yuyulub, təmizlənib, asılmıyor ora. İşıq yanmır, dünyanı işığa getirən bu şəhidlərin, baxın, bura vurulan işığa, baxın, işləmir, adı olub işıqdır. Bir ay bundan əvvəl 2 bayram dalbadalı oldu. Azərbaycanın milli militaneti var deyirlər ki, əlinin qırmızı bayramı, Novruz bayramı. Novruz bayramı ilə Ramazan bayramı bir yerə düşdü. Buranın nədir bu günü? Nədir? Nədir bu günü, bu günlə baxın. Burada niyə belədir? Orada bir dənə şəhidin üstündə, 2-3 dənəsində işıq yanır. Niyə? Dövlətimiz, millətimiz, bayrağımız üçün canından keçən, arzuları yarımçıq qalan Elman Şuşadakı Mədəni Maarif Texnikumuna sənət hazırlamışdı. Getdi, dağınca yaralandı, gəldi. Hərbi hospitalda o 5 saat əməliyyatda qaldı. Yaralandı, sağaldı, təzədən getdi cəhbiyə. Bu cür qəhrəman əskərə bu yaraşır mı? Mənim hörmətli xanımımız Mehriban xanım Əliyevaya bir sualım var. Anasan, Azərbaycan xanımısan, xarici ölkələrdə Azərbaycan militatını qoruyursunuz, təmsil edirsiniz. Ulu Öndər Heydər Əliyevin təmsilçisisiniz, onun necə deyərlər, davamçılarından birisiniz, evladısınız. Ulu Öndər Heydər Əliyev Elman'a ailəsinə 1 hektar pay torpaq verdi. Onu şəhid atasını allatdılar, əlindən aldılar, vermədilər. Dedi ki, olmaz, bura bizim ailə pay torpağımızdır. Sual verirəm, o ailə pay torpağı deyənlər, onların nəslində, kökündə, özündə bir şəhidi varmı? Xeyr. 30 illik, 40 illik Azərbaycanın bu qanlı müharibəsində onların bir iştirak eləməyib. Və iştirak eləyib, canını qoyan, evladını itirən atıya bunu yaraşır mı? Üstəlik də ki, Azərbaycanın xanımından, Azərbaycan xalqına bir sualım var, Azərbaycan xanımına. Ana evladını ayırar mı? Bir ananın 2 evladı ölsə onu ayırar mı? 93-cü ilin şəhidləri unudulub. Sonra şəhiddən söz düşür, deyir hansı şəhid? Bunu niyə eləməlidirlər? Şəhid birinci dəfə Azərbaycanda Qarabağ torpağı alınanda bu şəhidlər can verib. 93-cü ilin şəhidləri, 94, hanı biri anılmır, biri yada salınmır. Birinin dəyəri, qiyməti budurmu bunların? Deputatlarımızın qapılarında bəlkə 20-30 dənə işıq yanır. Rəva mı bunlar bu dünyanı işıqlandıran, bu dünyaya bu işığı, azadlığı bəxş eləyənlərin bayrağı o cür alçaq yerdə dalğalansın. O bayraq ucada dalğalanmalıdır. O bayraq hər bir şeydən təmiz və saf olmalıdır. Hanı, baxın, bax, şəhidlər xiyabanında işığa, şəhidlərin qarşısındakı vəziyyətə baxın. Belə olmaz, burada da Quran kitabı qoyublar. Hani bunun dəyəri? Hani bu prezidentimin məmurları belə öğüt nəsiyyət verir, belə cəzalandırır və yaxşı, qıraqda qalanlar da budur da. Niyə mənə deyir ki, bu torpaq belə, bu torpaq elə, sənin ixtiyarın çatmır? Nədən deyir mənə sənin ixtiyarın çatmır? Mən o qardaşı bəsləyib saxlayanda, mən vətən üçün bəslədim, saxladım. Niyə mənim ixtiyarım çatmır qardaşımın, atamın haqqını tələb eləməyə? Niyə çatmır? Nədən mən qardaşım qaranlıqda, bu işıqlı dünya, bu qədər arzularını yarımçıq qoyub getmiş bir qardaşın nədən mən haqqını istəməyim? Niyə istəməyim? Mən bütün şəhid analarına deyirəm, şəhid bacılarına deyirəm. Bir qardaşınız üçün yox, 2 qardaşınız, 3 qardaşınız üçün ağlayanda ayrı seçkilik salmırsınız. Dövlətin, ahli baş komandanın ailəsi də, özü də nədən ayrı seçkilik salmalıdır şəhidlər arasında? Nədən 93-cü ildən üzüm ayından bəri gələn şəhidlərin biri anılmır, birinə dəyər verilmir? Niyə? Niyə unudulur? Bunu görəm icra başçılarının, deputatların, o məmurların hansı birinin oğlu bu vəziyyətdə unudulsa götürərlər. Götürə bilmirəm. Xahiş edirəm, bir tədbir görün. Belə olmaz.